Salam. Yəqin ki, hamınız bilirsiniz ki, indi artıq havalar soyuyur. Ona görə də artıq dekabr ayıdır və ağacların əksəriyyəti yarpaqlarını töküblər. Bax, bu heyva ağacıdır. Hələ görürsünüz ki, bunun yarpaqları saralsa da üstündədir. Şey verin, əncir ağacı yarpaqlarını töküb. Yəni bunlar tamamilə qış yuxusuna gediblər. Amma bu bitkilərin içərisində həmişə yaşıl olanlar da var. Gördüyünüz bu dəfnə ağacıdır. Bunun yarpaqları hələ il boyu yaşıl qalır. Yəqin ki, hamınız sükunət alınıb, qış sükunəti, yəni bitkilərə aiddir, onu bilirsiniz. Və bu vaxtı bitkilərdə maddələr mübadiləsi zəifləyir, torpaqdan suyun sovrulması dayanır. Bu bir növ onları müdafiə eləyir. Artıq bu gördüyünüz bu yarpaqlar tamamilə quruyubdur. Yüngül küləyin təsirindən bunlar da töküləcək. Və bu proseslər onları qışda don vurmadan qoruyur. Mən səmada bayaqları qırığı var idi. 4 dənə. İkisi biraz balaca idi, ikisi də biraz böyük idi. Yəqin ikisi atanadır. İkisi də balalarıdır. İstədim onları qeydə alım. Amma nə qədər elədim, telefonda görsənmədi. Onun üçün də məcbur oldum. Amma onlar elə ki səmaya gəlir. Onda səmada olan nə qədər quşlar var. Məsələn, bizim rayonumuzda çoxdur. Qumrudur, göyərçindir, sirçədir, qara toyuqdur. Onlar xüsusilə çoxluq təşkil edir və onlar hamısı qaçdı, gizləndi. Hələ yerdə olan toyuqlar, hinduşkalar o qədər qəribə səslər çıxartdılar ki, özüm də həyəcan keçirdim ki, görəsən hansı hadisə baş verib. Bu da zoğal ağacıdır. Bunlarda da görürsünüz hələ yarpaqların tamam tökülməsi baş verməyibdi. Amma heyf elə istəyirdim o qurğunu qeydə alım. Heyf ki, mən onu qeydə ala bilmədim. Ha vaxt səmada görsəm, yenə təkrar görüm ki, onu təkrar qeydə ala biləcəyəmmi? Təbiəti gəzmək insana zövq verir. Bax, belə çıxıram, bəzi şeyləri gördüyüm qeydə alıram. Və bu mənə o qədər rahatlıq gətirir ki, özümü çox rahat hiss edirəm onda. Fikir verin, səma o qədər göyrəkdə görsənir ki. Bu qədər. Sağ olun.